Özünüzü təqdim edin. Ağayev Səfa Zırxanoğlu. Cəllabad rayon Arqasında kəndi. Bura ne için gəlmisiniz? Bura oğlumla əlaqədar gəlmişəm. Aprel ayının ikisində yoxlamadan hərbi xidmət aparırlar. Hal-hazırda bunun mutlaq xərçəngidir. Əlimdə sənədləri var. Yoxlamadan aparırlar hərbiyə. Onkoloji xərçəng xəstəliyi müayinə təyin bilinib də. Biraz möhkəm danışınız Əhməd. Birazdan yəni bir müddət sonra 8 gün sonra bilinib ki bu adam xərçəkdir, bu uşaq. Hərbi xidmətə gedib Şəmkir Hospitalına, oradan yəni Papalina, orada da göndəriblər onkologiyaya. Məlum olub ki xərçəng xəstəliyidir, heç bir yoxlanılmadan. Bəs hərbi xidmətə gedən zaman yoxlanılmayıb mı sağlamlığı haqqında? Zob xəstəliyi güya çıxmışdı, amma limfa düyünləri çıxmışdı. Limfa düyünlərində zob kimi qələmə vermişlər, müayinə eləmədilər, apardılar hərbi xidmətə. Sosial Müdafiə Fondu dedi ki, yararlıdır. 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 Apellyasiya şikayət elədim, yəni dedi ki, yararlıdır. 8 gündən sonra bunun ağzından, burnundan qan açıldı, göndərdilər Şəmkir Hospitalına. Oradan gəldi Papalina hərbi hospitalına. 15 gündən sonra onkologiya məktub göndərdik. Biyopsi analiz elədilər. Biyopsidən sonra məlum oldu ki, burun udlaq xərçəngidir. Birinci ximiyanı qəbul elədi, hal-hazırda təxris olunub, artıq 10 günə yaxındır. Sizin tələbiniz nədir əsas? Mənim tələbim oldu ki, bu dəqiqə Sosial Müdafiə Fondu atır bankomatın üstünə, hərbi hərbi çağırış da atır bankomatın üzərinə ki, o deyir o günah onundur, bu deyir günah bunundur. İndi siz nə istəyirsiniz ki oğlunuzla bağlı? Hansı addımlar istəyirsiniz olsun? Ki, hər kim günahkarın cəzasını çəksin. Cəzası çəkməsini tələb edir. Bəli. Burada kimlə görüşmək istəyirsiniz? Baş prokurorluqla görüşmək istəyirəm. Yaxınlaşın zəhmət olmasa köməklik göstərək. Nədir məsələ nədir? Gəlin yola keçək.